gün ictimai nəqliyyatdan istifadə edərkən evə, işə və yaxud da harasa tələsirik. Lakin ictimai nəqliyyatdan istifadə zamanı bir sıra problemlərlə, antisanitariya, interval və sıxlıq problemləri ilə üzləşirik. Bəs görəsən paytaxt sakinləri ictimai nəqliyyatdan razıdırlarmı? Metrodan abışını istifadə edirəm, əvvəlki kimi yox. İndi yubanır, yer olmur, belə də. Kimə şikayət eləsin? Metrodan və avtobusdan istifadə edirəm. Metroda adətən günorta saatlarında gecikmə halları olur, amma səhər hallarında o qədər də narazılıq yaratmır məndə. Amma ən çox narazıçılığım avtobuslardan. Çünki dəhşət aralıdır qrafikləri. Məsələn, mən Bakı Dövlət Universitetindən çıxıb 6 nömrəni gözləyirəm. Ən azı 15-20 dəqiqə gözləmə məcburiyyətində oluram. Gələndə də basa-bas olur. Metro avtobusa nisbətən daha yaxşı. Çünki metroya girdikdə kartı vurduqdan sonra yeriməyə ehtiyac yoxdur. Adamlar özləri düz aşağıya qədər aparır, köməkliklə vasitəsilə qatara da minirik, sonra köməklik vasitəsilə qatardan düşürük. Sıxlıq o səhər-səhər olur, amma belə ümumi rahatçılıqdır. Elə hamısından razıyam. 6-dır, 53-dür. Bayıldan gələm, amma hamısından razıyam. Ən çox təbii ki, metrodan istifadə edirəm. Metroda da dediyim kimi, yəni sıxlıqlar çox müşahidə olunur, ona görə çətinlik çəkirik. 17 nömrəli avtobus çox gec gəlir. Demək olar ki, gözləyirsən bir yarım saat gözləyirsən ki, gəlib çıxsın. Nəqliyyat vasitəsi metroda məsəl üçün məni narahat eləyir ki, vaqonların tez açılıb bağlaması narahatçılıq törədir. İnsanlar rahat çıxıb girə bilmirlər. Bir də ki, hərdən gecikmələr də tez-tez baş verir ki, bu da heç xoş deyil. Qızım, mən istifadə eləyirəm Sumqayıt Bakı avtobusundan, bir də metrodan. Biləcərdəki o tıxacdan o qədər bezikmişəm ki, öz şəxsi maşınımı Ceyranbatanda qoyuram dayanacaqda, otururam Sumqayıt Bakı avtobusuna, gəlirəm 20 yanvar metrosuna, oradan da metrodan elmlərə. Bax, budur mənə ictimai nəqliyyatın gözəl xidməti. Əslində qalsa, ictimai nəqliyyatlarımızda yəni sıxlıq xaric olmaqdan heç bir problem yoxdur. İstər taksilərimiz olsun, istər avtobus, istər metro, yəni əsas məsələ sıxlıqdır. Avtobuslardan narazıyam. Birincisi intervallar düzgün qurulmayıb. Sonra belə deyək də insanların kütləvi işə getmək və işdən qayıtmaq saatlarında avtobusa minmək və düşmək problemi çox güclüdür. Məni qane eləyir, narazılığım yoxdur. Həm metrodan istifadə edirəm, həm də avtobuslardan marşrut avtobuslardan istifadə edirəm. Hələlik razıyam. İctimai nəqliyyatlardan demək olar ki, razı deyiləm. Çünki metro çox sıxlıq olur, tıxac olur. Yolun üstü də elə. Ümumiyyətlə, ictimai nəqliyyatlarla bağlı fikrim müsbət deyil. Avtobuslardan bəziləri var, kart vur, nə bilim, nə qədər. Bu çolaqların əlindən bezmişik. Bu nə deməkdir? Elmlərə gəlmək biraz yorucu olur. Metronun basa-bası, sıxlığı, interval falan azdır deyə. Biraz metrodan tam narazı deyiləm, amma narazılıq var ki, sıxlıqdır, nə bilim, interval çox azdır. İctimai nəqliyyatdan o qədər də istifadə eləmirəm, amma lazım olanda avtobusla və yaxud taksi ilə getməyə məcburiyyətində qalsam istifadə edirəm. Narazılığım əslində var. Biz tərəfdə avtobuslar çox gec gəlir. Həm də bir dənə marşrut işləyir. Bir marşrut xətti var. Ümumiyyətlə, mən razıyam. Mən narazı deyirəm. Biraz indi arada çaspikdə tıxaclar olur. Gecikmə halları olur. Ancaq yaxşı işləyirlər, sağ olsun. Metro biraz yenə səhər-səhər sıxlıq olur. Çox intensiv işdir, yaxşı işdir. Mənə narazılıq ki, şükür olsun. Hər bir halımıza şükür olsun.